Hər ikisi salamlar dostlar. Artıq oktyabr ayıdır və gəlin görək saytlarda nə kimi elanlar var və ən əsası da bu elanlara baxarkən nələrə diqqət etmək lazımdır ki, dələduzların qurbanı olmayasınız. Mənim bu elanlarla heç bir əlaqəm yoxdur. Sadəcə məlumatlandırıcı video kimi sizlər üçün hazırlayıram ki, baxaq görək nə kimi elanlar var. Bunlara müraciət edərkən nələrə diqqət etmək lazımdır. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın ki, yeni videolar yükləndikdə tez qarşınıza çıxsın. Bir də kanalımızda fərqli peşə sahiblərindən çəkdiyimiz videolar var, hansı ki, buradan siz həmin peşə haqqında məlumat alaraq faydalana bilərsiniz. İndi isə vaxt itirmədən keçirik videomuza. Deməli, mən yenə də Bossas saytına baxacağım dostlar. Çünki dediyim kimi özüm bu saytdan faydalandığıma görə sizlərə də tövsiyə edirəm. Amma yenə də diqqətli olmaq lazımdır. Çünki bu kimi saytlarda elanları tam dəqiq yoxlamaq olmur. Ona görə də bəzən dələduzlar vasitəsilə də elanlar yerləşdirilə bilir. Ona görə də sizdən əgər işə çağırılmazdan öncə hər hansısa bir şeyə görə pul istəsələr, heç bir şəkildə ödəməyin. Bilin ki, bu dələduzlardır. Çünki işə götürən insana heç bir pul lazımdır. Ona işçi lazımdır ki, onun işini yerinə yetirsin. Ona görə də heç kimə pul verməyin və aldanmayın dostlar. Baxırıq elanlara. Deməli, aviabiletlər satışı üzrə menecer, korporativ satış mütəxəssisi, qeydiyyatçı axtarılır, New House əmlakda, gəlin ətraflı. Mən bəzi elanlara sizə göstərəcəm. Əgər hər hansı bir elan gördünüz və sizin üçün maraqlıdırsa, məlumat almaq istəyirsinizsə, özünüz sayta daxil olaraq ətraflı məlumat ala bilərsiniz. Mən sadəcə üzdən sizə göstərəcəm ki, nə kimi elanlar var və bunlara necə baxmaq. Məsəl üçün, qeydiyyatçı ünvanı. Baxırıq elana. 4752 baxış sayı var. Deməli, bu elana diqqətli olmalıdır. Çünki baxış sayı çoxdur. Demək ki, o qədər də yeni deyil. Qabağa çəkilmiş elan ola bilər. Deməli, iş barədə məlumatlar. 25-55 yaş orta, 1 ildən aşağı iş təcrübəsi, iş barədə məlumat. Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması, günlük plan üzrə ticarət nöqtələrinə ziyarət həyata keçirmək, müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və bazar araşdırılması, satış və xidmətin yüksək səviyyədə təmin edilməsi, potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmlənməsi sahəsində işin aparılması. Yəni bu kimi işlərdə iş günü 6 saatdır, 6 iş günüdür. İş yeri şəhərin mərkəzi 28 may və Gənclik metrolarının yaxınlığında yerləşir. New House əmlak şirkəti. İş saatı saat 10-dan axşam 7-yə qədərdir. Əmək haqqı faizlədir. Görülən işdən 50% ödənilir. Aylıq gəlir ortalama 2000 manata gəlib çıxır dediklərinə görə. CV-də şəkil mütləqdir. Yəni CV hazırlayarkən şəklinizi mütləq qoymalısınız. CV formasını WhatsApp üzərindən göndərməyiniz xahiş olunur. Deməli, WhatsApp nömrələri budur. 070 568 0074 077 411 11. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, dostlar, hər hansısa bir iş elanına müraciət edərkən diqqətli olun. Heç bir şəkildə öncədən pul ödəməyin. Deməli, namizədə tələblər görün nələrdir? Yalnız xanım namizədlər. Təhsil ali də ola bilər, orta da ola bilər. Yaş həddi 25-55. Müştərini qazanmaq qabiliyyəti. Satış sahəsində geniş bacarıqlara malik olan şəxs. Bakı şəhərini yaxşı tanımalı. Səlis və aydın nitq, sistemli təqdimat bacarığı. Şirkətin iş prosesinə uyğun qayda və komanda ilə işləmək bacarığı. Dil bilikləri Azərbaycan dili səlis. Yəni, belə bir elandır. Əgər siz CV hazırlamağı bilmirsinizsə dostlar, hal-hazırda i-butonundan çıxan videoya daxil ola bilərsiniz və o videoda CV necə hazırlanır, necə göndərilir, onu öyrənə bilərsiniz. Bir də CV hazırlayarkən çox adam şəkil yerləşdirilməsində problem yaşayır. Əgər sizdə də belə bir problem varsa, rəy bölməsində yazın. Bu haqda mən çalışaram ayrıca olaraq bu haqda video çəkib sizlərlə paylaşım. Keçirik növbəti elanlara dostlar. Deməli, marketinq üzrə mütəxəssis axtarılır. Satıcı konsultant, satış üzrə mütəxəssis, əsasən satış üzrə olan elanlar var. Çünki alqı-satqı hal-hazırda demək olar ki, ən üstün işlərdən biridir. Ona görə də bu peşə üzrə mütəxəssisliyiniz olsa, yəni işsiz qalmazsınız. Biznes üzrə menecer axtarılır, köməkçi axtarılır ev qrupda. Gəlin köməkçi peşəsinə
ətraflı baxaq görək nə istənilir. Deməli baxın, 9953 baxışı var bu elanın. Yəni ona görə də bu elana heç mən baxmaq istəmirəm, çünki önə çəkilmiş bir elandır. Reception işə axtarılır. Deməli sürücü, gəlin bir sürücüyə ətraflı baxacağam. Deməli baxın, 1844 baxışı var bu elanın. Deməli, görək nə istəyir bizdən bu. İş qrafiki 6 günlük iş rejimi. Həftə içi saat 10-dan 7-yə qədərdir. Şənbə günü saat 10-dan 5-ə qədərdir. İşə qəbul Azərbaycan Respublikasının əmək müqaviləsinə qanunvericiliyi əsasında həyata keçirilir. Korporativ nömrə ilə təmin olunur, nəqliyyat vasitəsilə təmin olunur, yəni sizə maşın verilir. Əmək haqqı 600.000 manat arasıdır. Vəzifə öhdəlikləri: ona həvalə olunmuş nəqliyyat vasitəsi ilə rəhbərliyə xidmət etmək, qiymətli sənədlərin operativ təhlükəsizlik təyinat yerinə çatdırılmasıdır. Nəqliyyat vasitəsini səliqəli saxlamaqdır, yol hərəkəti qaydalarına riayət etməkdir. Deməli, CV-lərinizi isə burada gördünüz. Nura Abramova 777@gmail.com elektron ünvanına göndərin. Belə, deməli, namizədə tələblər isə yaş həddi 20-35 arası, B kateqoriyası sürücülük vəsiqəsi, 3 illik ən azı avtomobil idarə etmə professional iş stajı istənilir, vətəndaş qüsursuzluğuna malik olması, məsuliyyətli intizamlı olması, səbirli təmkinli olması, idman nailiyyətləri olması və ailəli olması arzulanandır. Əgər siz bu kateqoriyalara uyğunsunuzsa dostlar, burada gördüyünüz elektron ünvanına öz CV-nizi göndərə bilərsiniz. Biz isə keçirik növbəti elanlara. Hüquqşünas axtarılır, 1000-1200 manat maaş verilir, baş mühasib axtarılır, mikrokredit bölməsində 2500-3700 maaş təklif olunur. Daxil olub mühasibsinizsə, daxil olub maraqlana bilərsiniz. Piyada kuryer axtarılır, gəlin piyada kuryer haqqında ətraflı baxaq. Deməli, piyada kuryeri Azəri Express axtarır. Bakı şəhərində, baxın, 20-50 yaş, ali təhsil istənilir kuryerdən, niyə görə onu bilmədim. Deməli, iş barədə məlumat, məktubların şirkətlər arası çatdırılması, rəsmi işə qəbul, iş vaxtı saat 9-dan 6-ya qədərdir, həftədə 5 gün iş rejimidir, yol pulu və telefon danışıqlarını şirkət tərəfindən qarşılanır. Deməli, ofis Cəfər Cabbarlı küçəsi 40 Kaspian Business Center'da yerləşir. Namizədə tələblər: Bakı şəhərini tanımaq, Android platformalı mobil telefonu olmaq. Yəni bu hamıda var onsuz da. Bu elanla maraqlanırsınızsa 012 596 68 62 050 250 33 03 nömrəsi ilə əlaqə saxlayaraq ətraflı məlumat ala bilərsiniz dostlar. Təsərrüfat işləri üzrə icraçı axtarılır. Satış və marketinq üzrə menecer, spesialist po работе с партнерами, reception sürücü, yəni də sürücü elanı var, ofis meneceri, satıcı. Gördüyünüz kimi elanlar, yeni elanlar bunlardan ibarət. Mən sadəcə üzdən sizlərə göstərdim ki, dostlar, hər hansısa bir elan sizlərə maraqlıdırsa daxil olub maraqlana bilərsiniz və yaxud da öz CV-nizi birbaşa sayta da yerləşdirə bilərsiniz və sizinlə iş axtaranlar əlaqə saxlayacaqlar. Amma burada da diqqətli olmaq lazımdır. Dediyim kimi, hər hansısa bir elana müraciət edərkən və yaxud da CV-nizi yerləşdirdiniz, sizə zənglər gəlirsə, diqqətli olun. Heç bir şəkildə heç bir kəsə öncədən pul ödəməyin. Çünki bunlar dələduzlar ola bilər. Bir də ən əsası, xanımlar sayta CV yerləşdirirsinizsə, diqqətli olun. Çünki çox təəssüflər olsun ki, narahat edən insanlar olur, boş insanlar olur. Xanımların nömrəsini götürüb onları narahat edirlər. Ona görə də CV yerləşdirərkən öz qardaşınızın və yaxud da atanızın nömrəsindən istifadə edə bilərsiniz, əgər buna ehtiyac varsa. Belə dostlar, hal-hazırki elanlarımız bunlardan ibarət edir. Dediyim kimi, çalışın həmişə diqqətli olun. Çox təəssüflər olsun ki, insanların işsizliyindən də istifadə edib onlardan pul qazanmaq istəyən adamlar çox təəssüf ki var. Diqqətli olmanızı tövsiyə edirəm. Hər birinizə uğurlar diləyirəm. Kanalda maraqlı videolar gələcək, fərqli peşə sahiblərindən birlikdə izləmədə qalın. Sağ olun.